Salam mühərrikçilər. Çox faydalı bir video ilə yenidən qarşınızdayıq. Dünən bir elan gördüm, deyir ki, Green Card qeydiyyatına endirim etdik. Fikirləşdim ki, nə endirimidir belə? Axı Green Card qeydiyyatı bildiyim qədərilə pulsuzdur. Bilməyənlər üçün deyim, Green Card Amerikada işləmə, yaşama, təhsil alma və s. hüquqlar verir. Özü də ömürlük. Bu haqqda az sonra daha ətraflı danışarıq. Əlaqə saxladım ki, nə məsələdir? Bildirirlər ki, qeydiyyatdan keçməyi bacarmayanlar üçün pullu xidmət göstəririk. Dedim, ağıllı fikirdir, uğurlar. Sonra bir lampa yandı. Ki, mənim hər şeyin ən yaxşısına layiq olan izləyicilərim niyə əlavə xərc etsinlər ki? Green Card haqqında video çəkim, nədir, necə qeydiyyatdan keçmək olar, nə üstünlükləri var? İzləyicilərimizdən də bilməyənlər baxıb yararlansın. Özü də pulsuz. Qarşılığında sizdən istəyəcəyim isə bir like düyməsinə toxunmaq, abunə deyilsinizsə də abunə olmalıdır. Bu qədər sadə. Gözləyirəm, ödəniş etdiniz. O zaman keçək videomuza. Amerika, arzular ölkəsi. Kim yaşamaq istəməz ki orada? Əsasdakı kasıb ölkələrin işsizlik və pulsuzluğun təzyiqi altında əzilən gənc qismi. Amerikada oturum icazəsi almaq, bizim dildə indi nə deyilirsə, yaşamaq, daimi yerləşmək və s. çox çətin məsələdir. Bu icazəni almağın ən asan yolu isə Green Card yarışmasına qoşulmaqdır. Videonun əvvəlinə elə Green Card deyirsən, nədir axı bu Green Card? Hal-hazırda elə bil ki, bəziləriniz bu sözləri deyir. Gəlin öncə Green Cardın nə olduğu, nə faydaları olduğunu deyək, sonra da birlikdə qeydiyyatdan keçərik. Green Card ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsidir. Bu hüquq həm sizə, həm də sizin həyat yoldaşınız və 21 yaşdan az olan uşaqlarınıza da şamil olunur. Green Card aldıqdan sonra qanuni şəkildə ABŞ-da yaşamaq, işləmək, oxumaq və ölkəyə daimi vizasız rejimdə girib çıxmaq hüququ əldə edirsiniz. Green Card sahibi Amerika vətəndaşı ilə eyni hüquqlara sahibdir. İstədiyiniz yerdə işləyə bilərsiniz, dövlət idarələri də daxil. Hətta öz şirkətinizi də qura bilərsiniz. Green Card 3 hüququ sizə tanımır. 1. Seçki hüququ, 2. Məhkəmələrdə işləmə, məhkəmələrdə işləmək nə izə lazımdırsa, 3-cü isə vətəndaşlıq. Amma ki, son 5 ilin ən azı 3 ilini Amerikada daimi yaşasanız, vətəndaşlıq da ala bilərsiniz. Bu da dünyanın bir çox ölkələrinə vizasız səyahət etmə imkanı deməkdir. Green Card proqramı 1990-cı ildə Amerika Birləşmiş Ştatları Dövlət Departamenti tərəfindən hazırlanmışdır və bu proqramla ABŞ-a Green Card vəsiqəsi qazanan şəxslər müəyyən olunur. Hər il müraciət edən yüz minlərlə şəxs içərisindən 50 min şəxs qalib olur və onlar ABŞ-a leqal formada köçə bilirlər. Proqramda seçimlər kompüter vasitəsilə təsadüfi formada aparılır və qalib gəlmək üçün xüsusi kriteriyalar yoxdur. Yəni sizin IELTS, TOEFL səviyyəniz, ingilis dilini mükəmməl bilməyiniz və yaxud da 5 universitet bitirməyinizin Green Cardda qalib gəlməyinizə heç bir aidiyyatı yoxdur. Bu bir növ lotereyaya bənzəyir. Torbadan sizin adınız çıxacaq və qalib gələcəksiniz. Bu proqramın məqsədi ABŞ-da immiqrantların müxtəlifliyini artırmaq və ölkədə çatışmayan işçi qüvvəsini xarici vətəndaşların hesabına aradan qaldırmaqdır. Green Card proqramına müraciət etmək üçün orta məktəbi bitirməyiniz kifayət edir. Bu ya tam orta məktəb ola bilər, ya da 9 il təhsil aldıqdan sonra 3 il peşə və yaxud da kollecin verdiyi orta təhsildə sayılır. Yenə deyirəm, müraciət etmək üçün ingilis dili bilməyiniz tələb olunmur. Hər il oktyabr ayında qeydiyyat başlayır və noyabrın əvvəlinə qədər davam edir. Bu ildə noyabrın 7-sinə qədər olacaq. Ona görə də videonu gördüyünüz andan WhatsApp-da və yaxud da digər sosial şəbəkələrdə paylaşın ki, Amerika arzusu olan insanlar maksimum yararlansın. Bu da bir şansdır. Bəlkə qalib gələ bildiniz. Bəs deyə bilərsiniz ki, qalib gəlmə şansı nə qədərdir? Hal-hazırda Green Cardda qalib gəlmə şansınız 1%-dir. Yəni hər 100 nəfərdən biri qalib olur. Ümumiyyətlə proqramda qalib gəlmə şansı coğrafi bölgələrə görə dəyişir. Hansı bölgələrdən son illərdə Amerika immiqrasiya azalıbsa, həmin bölgələrin şansı daha çox olur. Müraciət edənlərin qalib gəlmə nisbətləri Afrikada 50%, Avropada ki, Azərbaycan da bura daxildir, 31%, Asiya, Mərkəzi və Cənubi Amerikada isə 15%-dir. Deməli, Avropa qaliblərin payına görə ikinci yerdədir və Azərbaycan da bura daxildir. Ki, Avropada həyat standartları yüksək olduğu üçün Amerikaya getmək istəyənlərin sayı azdır. Və ona görə də burada Türkiyə, Azərbaycan və biraz zəif inkişaf etmiş ölkələrin qalib gəlmə şansları yüksək olur. Nəzərə alın ki, bir ölkədən 3500-ə qədər adam gedə bilir. Ölkəmizdə isə ötən illərdə bir ilə təxmini gedənlərin sayı cəmsi 300-400 nəfər olmuşdur. Bu da onu göstərir ki, Azərbaycan az immiqrasiya edən ölkədir və Azərbaycandan müraciət edənlərin qalib gəlmə şansları daha yüksəkdir. Bir yaxşı xəbər də ondan ibarətdir ki, nə qədər çox adam müraciət etsə, bir o qədər çox yerlər artır. Yəni ötən illərlə müqayisə edəndə Azərbaycandan bir il ərzində 10 qat daha çox adam gedə bilər. İndi isə gəlin kompüterdə davam edək və birlikdə qeydiyyatdan keçək. Mən də sizinlə birlikdə birinci müraciətimi edəcəm. Green Card müraciət edəcəyimiz saytın adı dvprogram.state.gov-dur. Buradan giririk, aşağıda begin entry vururuq. Yazılan şifrəni qeyd etməliyik ki, robot deyilik. R submit. Deməli, buradan qeyd edirik. Adınız, soyadınız, yalnız ingilis şriftlərindən istifadə edirik. Qəribov, Arif,
Bizdə orta ad olmadığı üçün middle name. Buradan bir quş qoyuruq ki, yəni bizdə orta ad olmur. Buradan male seçdik. Kişi, qadın hansını istəsəz cinsə görə. Burada ayı seçirik. Hansı aydasız? 7-ci ayın 4-ü 1992. Anadan olduğunuz yer yardımlı yazada. İngilis şəklinə. Country where you have won. Hansı ölkədən anadan olmusunuz? Azərbaycan. Seçək Azərbaycan. Bu 6-cı hissə nədən ibarətdir? Green Cardda bəzi ölkələr müraciət edə bilməz. Məsələn, Hindistan bura daxildir. Burada qeyd edirik ki, yəni biz o ölkələrin siyahısından deyilik. Yesi vurdunuz, bəs edir. 7-ci bölmədə şəkil seçəcəyik. Şəkil bu qeydiyyatın insanlar üçün ən çətin gələn hissəsidir. Çünki şəklin ölçüləri 600-ün 600 olmalıdır. Biz artıq birini seçmişik. Sizə ideal şəkil necə düzəldilir, onu da göstərəcəyik. Sadəcə arxa fon ağ rəng olmalıdır və yaxud da bozun müxtəlif çalarları ağa yaxın rəng. Birincisi kölgə olmamalıdır. Effekt verməməlisiniz. Bax burada görürsüz, göy rəngi olsun, belə bulanıq rənglər olsun. Yox. Belə sadə ağ fonda seçilməlidir. Bu hissədə Photo Tools bölməsi var. Buradan crop edə bilərsiniz. Öz şəkillərinizi, yəni kəsib ölçüyə uyğunlaşdıra bilərsiniz. Məsələn, choose photo edək. Rəvoçu stolda kəsmişdik. Yəni hazır birini düzəltmişəm, amma yenə də seçəcəksiniz üçün. Sizə göstərmə məqsədilə burada crop edirsiniz. Bu formada kəsir və qəbul edir. Görürsüz, arxa fonda boza yaxındır, yəni sırf ağda deyil, amma kölgə yoxdur, ən əsas odur, effekt yoxdur. Eynək olmasın, papaq olmasın və yaxud da hicab bağlayanda hicab gözün bu hissələrinə düşməməlidir. Görürsüz, yan tərəfdə nümunə kimi göstərib ki, hicablı xanımlar da müraciət edə bilər. Sifət tam formada görünməlidir bütün cizgiləri. Əgər burada accept and proceed çıxırsa, demək ki, bu şəkil bu formada uyğundur. Bunu öz kompüterinizin yaddaşında saxlayırsınız. Görürsüz, burada artıq mən yaddaşa vurmuşam. Qayıdaraq təzədən burada. Buradan choose new photo edib, yəni yeni şəkil seç vurub, kompüterin yaddaşından fotomuzu bura yerləşdirə bilərik. Sonra gəldik əlaqə ünvanlarına. A variantını boş buraxırıq, keçirik ikinciyə. İkinci və üçüncü sizin ünvanlarınızı qeyd etdiyiniz yerdə. Əgər ki, birinciyə yerləşməsə, aşağı hissədə davam edə bilərsiniz. Məsələn, mən Bakı Qızıldaşda yaşayıram, qeyd etmişəm, ev ünvanı mənzil, City'yə Bakı qeyd edirsiniz. Y variantında hansı rayonda yaşayırsınızsa onu. Ola bilər Bakı şəhəri Qarabağ rayonu, Bakı şəhəri Nərimanov rayonu, Sabunçu və s. Aşağıda postal kodunuzu qeyd edirsiniz. Az 1071-dir bizdə, onu qeyd etmişəm. Ölkə olaraq Azərbaycanı seçmişik. 9-cu variantda hal-hazırda hansı ölkədə yaşayırsınız, onu seçirsiniz. Azərbaycan. Mobil nömrəmizi üstəgəl işarəsi 994 55 neçə 50 neçə, yəni plus 994 mütləqdir, şərtdir. 11-ci bənddə e-mail adresimizi qeyd edirik. 2-ci bölmədə də bunu təsdiq edirik. 12-ci bölmədə təhsiliniz haqqında soruşur. Mən universiteti bitirdiyim üçün university degree seçirəm. Sonra ailə vəziyyəti haqqında. Subay ola bilərsiniz, evli ola bilərsiniz, boşanmış və s. variantları qeyd edirsiniz. Mən burada ikincini seçirəm. Evliyəm, həyat yoldaşım Amerika vətəndaşı deyil. İkinci variant seçirəm. Uşaqların sayını 2 dənə qeyd edirik və burada continue vururuq. Continue vuranda subay olanlar birbaşa məsələ bitir, evli olanlarda isə növbəti səhifə keçirilir. Növbəti səhifədə həyat yoldaşının sports name qeyd edib bura. Sonra uşaqların haqqında birinci, ikinci, bunlar da eyni qaydada şəkilləri eyni formada seçirik və OK vurduqdan sonra qeydiyyatımız bitir. Belə dostlarım, qeydiyyatımızı da tamamladıq. İnşallah ki, hamımıza xeyirli, uğurlu, düşərli olar. Keçən gün ictimai bölməsində bir sorğu keçirdim və insanların çoxu daha güncəl, yəni cari xəbərlərdən bağlı videolar hazırlamamızı istədi və bu da düşünürəm ki, ən vacib cari xəbərlərdən biridir ki, Amerikada daimi, ömürlük yaşama, işləmə, təhsil alma hüququ əldə etmək bir şansdır. Bu şansdan düşünürəm ki, maksimum dərəcədə yararlanmaq lazımdır. Qoşularıq da yenə qalib olarıq, lap yaxşı olmarıq da növbəti il, ondan sonraki illər qoşularıq. İndi bilirəm, bəziləriniz elə yazacaq ki, məndə elə bəxt var ki, Green Cardda qalib gəlsəm belə təyyarə Bermud uzağının üstündən keçəndə gedib düşəcəyik aşağı. Amma ki, ümidsizliyə qapılmaq lazım deyil. Sınamaqda fayda var, ziyanı yoxdur. 5-cə dəqiqə cəmsi vaxtınız alacaq. Hamınıza uğurlar arzu edirəm və videonu bəyənib paylaşmağı unutmayın ki, digər insanlar da bundan yararlansın. Bu arada 100 min olmağımıza da 13 min abunə qalıb. Hələ də abunə deyilsə, abunə olmağı unutmayın. Sizinlə mən Arif Qərib idim. Bir sonraki videoda görüşmək ümidilə. Allah'a emanet olun.